Qızlar 200 manata nə aldım sizin üçün çəkəcəyəm. Mən bilirəm ki, siz bu belə postları çox sevirsiniz. Yumurta Bravo'dan almışam. Sonra həmişəki kimi baxın belə Holland pendiri mən sevirəm. Həmişə alıram və yeyilir də. Sonra 3 dənə sardelka propçunu almışıq. Yəqin ki, qəşəng çıxacaq. Sonra baxın belə Iveriya. Iveriya çox qəşəng olur, amma gərək onu çox qaynatmayasan. Sonra mənim əlimdən çox tutan, baxın belə narezna kalbasa alıram həmişə. Çox da qəşəng çıxır. Bunu heç vaxt prob eləməmişəm. Bu kvadratdır. Bu dəfə bundan da prob edəcəm. Sonra həmişəki kimi çox dadlı və çox qəşəng Kafkaska kalbasa. Ən qəşəngi, inanırsınız, bizdə heç vaxt xarab olmur. Həmişə yeyilir və çox dadlı olur. Sonra çipsik almışıq, abur cubur. Siz demişkən çörək belə və belə 2 dənə çörək almışıq. Sonra, baxın, belə bir qab almışam bu dəfə özümə. Bu isə makaron qabıdır. Makaron da almışam, iminə içinə qoymaq üçün. Baxın, belə. Sonra bir dənə belə bir çipsik aldıq, qızlar. Sonra belə bir qab aldım, pendir doğramaq üçün. Bir dənə video gələcək qəşəng. Tuq endirimə düşmüşdü, tuqu da almışam. Badımcan aldım. Ondan sonra yaş salfetka maşın üçün almışam. Bir dənə ketçup aldım. Oy, ketçup deyil, burger üçün sousdur. Sonra pes, baxın, belə bir qəşəng çay aldım. Ətirli və çox dadlı. Makaron, baxaq görə gedəcək, yoxsa yox. Deyəsən, hə, eyni olacaq. Mənim xoşladığım və çox dadlı balıq, super, çox xoşlayıram. Sonra sarı və qırmızı pomidor var. Bravo da hər şey bahadır. Sonra, baxın, belə bir dənə ketçup almışam. Tomat ketçup aldım. Bildirçin almışam, yəqin ki, nəysə alınacaq, birinci dəfədə alıram, qiyməti 8 manatdır, çox qəşəngdir, əyladır, superdir, bir dənə də tuq çıxdı, bilmirəm niyə bir dənə də qapaq aldım, çox qəşəngdir, əslində Bravo'da heç olmasa 4 dənə, 3 dənə mən qapaq almışam, bir dənə də makaron rolunu almışam, Mila, çox qəşəng, plavlısı, mən səhər həmişə yiyirəm, baxın belə pendir almışam, ramaşka həmişəki kimi, çox qəşəng qiymətə düşüb, qıstati, indi bu dəqiqə. Sonra bir dənə belə pendir aldıq, bir dənə belə labne aldıq və bir dənə belə qəşəng ikra almışıq, qırmızı ikra, yəqin ki, dadlı çıxar və ən qəşəngi, baxın, belə gözəl xlopyalar almışıq. Sonra çox dadlı 45-ə, 3 manat 45 qəpiyə, baxın, belə bir, bu salada deyil, bu bilmirəm nədir, okroqdur deyəsən, lavaş aldıq. Sonra bir dənə belə pendir aldıq, bir dənə belə pendir aldıq və mandarin və bir dənə avokado. Avokado keçən dəfə çox acıda dadırdı, bilmirəm, indi qəşəng olacaq ya yox. Bu üçün hamısı bir yerdə, bilirəm ki, biraz çoxdur, az çıxdı, amma yenə də 200 manat pul vermişəm. Bir dənə də bıçaq. Sağ olun, salamat qalın. Əgər maraqlıdırsa, like, comment və takip atmağı unutmayın. Öpürəm sizi, sağ olun, salamat qalın.